Bu üç vərdişi həyatınızın bir parçası etməklə sizin bədəniniz demək olar ki, 24 saat yağ yandıracaq. Birinci vərdiş gün ərzində çox miqdarda lifli qidalardan istifadə etməkdir. Bunlar meyvələr, tərəvəzlər və yaxud da ki, paxlalı bitkilər, toxumlu bitkilər də ola bilər, chia toxumu, kətan toxumu. Bunların hamısının içərisində çox miqdarda liflər var və bu liflər bizim bağırsağımızda su ilə qarışaraq şişir və uzun müddətli bizə toxluq hissi yaradır və acılıq hormonunun lazımından çox bizi gün ərzində narahat etməsinin qarşısını alır. İkinci vərdişimiz 10.000 addım atmaqdır. Sadəcə insanlar bir səhv eləyirlər və gündəlik bütün gün ərzində gəzdiklərini bir yerə toplayıb 10.000 addım atdıqlarını deyirlər. Burada bir nüans var. Bu 10.000 addım fasiləsiz olaraq atılmalıdır. Bu 10.000 addım yavaş tempdə yox, orta və yaxud da ki, yüksək tempdə atılmalıdır. Və yalnız bu halda bu 10.000 addım bədən üçün kardio yük kimi qəbul ediləcək. Üçüncü vərdişimiz isə gecə yeməklərini ümumiyyətlə həyatımızdan çıxartmaqdır. Axşam saat 10-dan sonra ümumiyyətlə heç bir qida qəbul etməyin. İnanın mənə, bunu öz üzərimdə yoxlamışam. Sadəcə gecə yeməklərini həyatımdan çıxartmaqla belə 2 həftəyə 4 kiloqram arıqlamışam.